Salam aleyküm əziz dostlar, xoş gördük. Umarım ki, yaxşısınız. Ərz edirəm xidmətinizə Türkçülüyün əsasları adlı kitabı oxurduq. Ziya Gökalp yazıbdı və 98-ci səhifənin 1-ci paragrafın, 1-ci bölümün son 2 sətrinə yetişmişdik. Ki, vaxtımız qutardı, mən sürətlə oxumağa çalışdım, amma yetişmədi. Qadınlar örtünməyə aid heç bir şərtlə bağlı deyildilər. Türk dövlətlərində, Türk millətlərində, əski millətlərdə qadın xanım deməkdir. Qadınlar örtünməyə, yəni özlərini örtsünlər. Örtünməyə, yəni örtməyə məcbur olmaqlarına görə aid ərəbcə sözdür, farsça deyil. Türkçəsi cora. Əlbəttə cor bir də var ki, qəbirdir. Qəbir anlamına gəlir. Qəbristanlı falan biz cor deyirik. Amma burada cora o mənzurda deyil. Ona cora. Heç bir şərtə bağlı deyildi. Heç bir şərti yox idi ki, xanımlar məsələn məclisə gedirlər, dövlətin içində fəaliyyət edirlər. Bunların örtünməsi lazımdır. Belə bir şərt yox idi. Xaqanın hökumətdə ortağı olan xatuna Türkən ünvanı verilərdi. O xanım ki, Xaqanın, şahlar şahının, padişahın, ya şahın farsça xəlifə deyəmirik, çünki xəlifənin din ünvanı var. Din semboludur. Xaqanlar xaqanı, xanlar xaqanı deyir onun ortağı. Ortaq dedik ki, müştərək sözünün, şərik sözünün türkçəsidir. Ki, ərəbdir o şərik sözü də. Hökumətdə ortağı olan xatuna, xanıma Türkən deyərmişlər. Türkən xatun bəzi bu türk seriallarda da görürsünüz, ya dizilərdə görürsünüz. O Türkən ki deyilir. Türkən ad olur orada, amma siyasətdə, müdiriyyətdə birinci xanımın, siyasi xanımın adıdır. Yəni, Xaqanın elə siyasi adı Xaqandır. Xanımısının adı Türkəndir. İndi məsələn, deyirlər ki, First Lady, birinci xanım. Nəinki məsələn, o xanımlarda məsələn ki, yox, o üçün rəis cümhur başda durubdur, başbakanın xanımısıdır. Başbakan necə özü birinci kişi hesab olur, elə First Lady deyəndə o xanımı, onun xanımı da birinci xanım hesab olur. Ona görə işlənir. Bəli, burada o şeydə, yəni istəməyəm siyasi addır. Xatun, Xaqan sülaləsindən bütün prenseslərin ortaq ünvanı idi. Xatun sözü, xatun. Məsələn, biri xanımısına deyir ki, bu mənim xatunumdur. Bu gözəl bir ismidir. Deyir ki, xatun sözü ya adı Xaqan sülaləsində, sülalə dedik nəcadında, nəslində. Nəsl deyək, nəcad deməyək. Xaqanın, şahın belindən gələn uşaqların hamısındakı qızlar olayısıdırlar. Prenseslər, yəni qızlar. Prenseslərin şahzadə oğlana deyirlər. Prenses qıza deyirlər. Əlbəttə, farslarda elə şahzadə qıza da deyirlər. Amma dünyada bu fərqlidir. Prenseslərin ortaq ünvanı idi. Müştərək, şərik adları ki, hamının üstünə qoyulardı. Prenses deyilməsin, onlara nə deyərdi? Xatun deyərdilər. Türkçədə. Bəs xatun siyasi bir addır. Yəni bir mövqeyyəti siyasidir. Siyasi bir durumdur. Bir insanın orada olduğu zaman o ad ona verilir. Məsələn, bir dənə uşaq nənədən doğularından sonra qız olursa ona xatun deyirlər. Türkənin də mütləqa xatunlardan olması gərəkdiyindən ona da sadəcə xatun deyilə bilərdi. Türkən də mütləqən xatunlardan olması gərəkir. Yəni, Türkən ki dedik,
deyir Türkçən mütləqən gərək xatun olaydı. Fəqət xanımlara bu ad verilərdi. Yəni mütləqən deyəndə yəni fəqət gərəkdiyindən ona da sadəcə xatun deyilə bilərdi. Ona da sadə vəziyyətdə elə Türkçənə xatun demək olardı. Yəni o Türkçəni tozih verirdi daha ki, Türkçən nə cür oldu gəldi bura. Evlənirsiniz biri ilə ki, o da şeydi. Ev düzəldirsiniz, müştərək olur filan. Əski türklərdə eş ya əş deyək, qarı yalnız bir dana ola bilərdi. Əsli türklərdə kişi iki dana arvadı olanmazdı. Bir dana arvadı olardı. İttifaqən Moğollarda da bu görsənir. Moğollarda da görsənir. Hətta Çəngiz xanın cavanlıqda arvadın əlindən alırlar, qaçırdılar, aparırlar, sonra hamilə olur, uşağı da olur filan. Bəhman Çəngiz gedir, alır, o uşaqların dədəsi olur. Özünü onların dədəsi bilir. Çünki o xanım onundur. Türklərdə də bir kişi 4 arvad, 5 arvad, 1 arvad, bir arvaddan başqa alanmazdı. Yəni 4-5 alanmazdı. Əski türklərdə eş. Çünki eş deyirik da, yəni bu iki gözlər bir-birindən eşdirlər. Ona görə. Deyir ki, illa ki biri məriz olsa əşlikdən çıxır da bu göz. Əski türklərdə eş ya əş ya qarı yalnız bir dana olardı. Tamam. İmperializm dövrlərində xalqların və bəylərin bu gerçək eşidən Kuma adı ilə başqa ellərə mənsub olduqları da buluna bilərdi. Amma hökumətlər o zaman ki, öz millətlərindən keçdilər, başqa millətləri aldılar bayraqları altına, əmirləri altına, onlara imperializm deyirik. İmperatorluq, yəni o hakimiyyət ki, öz millətlərindən başqa ayrı millətlərin torpaqların alıb hökm altına, adamların alıb hökm altına. İmperializm o fikirdir, o düşüncədir. İmperializm bir düşüncədir ki, o istir dünyanı alsın, ya ayrı məmləkətləri, ayrı millətləri alsın öz boyunduruğuna altına. Boyunduruq qədim bir şey, çox adamlar bilməz bunu, bəlkə indi əkinçilikdir zıdda. Hər halda istir ki, onlar bunun əmri və gücü altında olsunlar. İmperializm fikirdir əslində, hakimiyyət deyil, düşüncədir. Ola bilər bir nəfər, məmuli bir adam, imperialist olsun. Yəni, deyir ki, məsələn, İran, buradan ora, oradan bura, filan, bəhman. Bu bir imperialistdir. Dünyanı deyir ki, yəni, məsələn, hər yer bizimdir. Bu imperialist. Çünki bu əslən insanları və torpaqları eləyə bilmir, ayırt eləsin. Və ayırt elir əlbəttə. O zaman ki, ora bizimdir, oranı alacaq, ora bizə qeytməlidir. O içində olan imperialisti baxışı göstərir. İndi əgər o adam hökumət qura bilsə, olar imperatorluq. Amma necə ki o düşüncə var, onlar imperialist. İndi onun siyasətlərin qabağa aparan hökumətdə də imperialistlərdilər. Ki, latincə onlara imperialist deyilir. O lüğəti istədim bizə açıqlayam ki, çox zərafətliklarından bəlli olsun ki, nədir? İmperializm dövrlərində xaqanların və bəylərin. Xanlar xanı, bəylər də ki, bəydirlər, xandan biraz aşağı olurlar, kiçik məqamda olurlar. Bu gerçək eşdən başqa, Kuma adı ilə başqa ellərə mənsub olduqları da buluna bilərdi. Deyir ki, əşdən başqa, yəni xanımlarından başqa, əş dediyimiz bərabər xanım, hər cəhətdən erkəklə xanım bərabər olduğuna əş deyirik. İndi bundan başqa, Kuma adı ilə bir xanımlar alarmışlar. Mən bunu bilmirdim. Adı ilə başqa ellərə mənsub olan ayrı bir ellərə. El dedik, yəni millət. Milləti qabaqcan demişəm, millət ərəbcə sözdür. Dini olan bir insana ümmət ya millət deyilir. Farsların buna aid sözləri yoxdur. Onun üçün məşrutədən biraz qabaqdan bunlar milləti
işlədiblər bugünkü anlama. Bizdə el sözü millət anlamına bugünkü ki, dünyada state nation deyirlər. Westfalifa qərarı adından sonra bunlar təşkil tapıblar. Bunun bizdə eldir adı türklərdə. İndi deyir ki, başqa ellərə mənsub olduqları bir adam ayrı başqa bir eldən ola. Biz türküq, o məsələn farsdır, ərəbdir, lordur, ciləkdir, mazəndir, bəluçdur, pakistanlıdır, nə bilim, hindilidir, amerikalıdır, ermənidir, məsihidir, hər nə. Deyir, onlara mənsub olan ola bilərdi. Onlardan da yəni bir xanım alsaydılar, özlərindən alanmazdılar. Onlardan alsaydılar, adına kuma deyərdilər. Bu günlər hava biraz çox soyuqdur. Bəzi günlər o yayın, insanın belə çətinliyi var da. Yayda istidən oturmaq olmur, qışda da, qış hələ düşməyib, payızdır, amma soyuq, çox soyuqdur. Ona görə mən biraz bu günləri özümü bərkidirəm ki, bəlkə şey olmasın. Başımı da istirdim örtəm, amma çox soyuqdur yəni. Fəqət, indi görək kumaya görə bir dənə fəqət gətir. Deyir, bir dənə şərti var. Görək nədir? Bu kumalar, o xanımlar gerçək eş nitəliyində deyildilər. Bunlar gerçək. Gerçək türkçə sözdür. Vaqei, həqiqi sözünə. Doğru sözünün də o birisi türkçəsidir. Doğru və ya gerçək. Eşdən başqa nitəliyində deyildilər. Yəni eş nitəliyində deyildilər. Eş durumunda, mövqeiyyətində deyildilər. Yəni bir dənə türklə, bir dənə türklə evlənibdir. Əsli ailədən türkün olubdur. Ya türkən olubdur. İndi bu türkən bir dənə ola bilər. İndi bir nəfər hər nə dəlildən dolayı, xüsusən siyasi dəlillərdən dolayı ayrı bir millətlərlə evlənir. Dostlar, burada mən bir Nasiruddin Şaha işarə eləyəcəm. Farslar Nasiruddin Şahın və digər şahların hərəmsəra dediklərina bu təfsiri açıqlamanı gətiriblər ki, bunların hamısını alırdılar. Və mütəəssifanə bizim dostlardan da bunu düz yazırlar. Vaqiyyət budur ki, Farslar tarixi nə deyiblər, biz də o cürsə təkrar edirik. Bu yanlış bir sözdür, biz ayrı cür baxmalıyıq. Biz Farsın gözü ilə heç yerə baxmamalıyıq. Dünənləri dedim ki, biz dünyaya və hətta özümüzə ingilislərin, fransızların, almanların, rusların, amerikalıların, kanadalıların gözü ilə baxırıq. Bu da yanlışdır. Biz özümüzü dünyanın mərkəzi görməliyik. Sonra dünyanı qonşularımızdan tutdu ta hər nə qədər uzağa gedircəksin, öz gözümüzdən və öz milli mənafeyimizdən baxıb onları təfsir və təvzih verməliyik. Tariximiz də dəqiqən bu cürdür. Biz tariximizə Fars ya Almanlı, ya Rus, ya İtalyalı, Rumlu, nə bilim, oralı, buralı sözü ilə baxmayacağıq. Biz özümüzə tariximizlə baxacağıq. Hər halda qeydaq Nasiruddin Şaha. Bilirsiniz ki, Rıza Şahdan bu üzə Farslar türkləri tarixdə kollən, xüsusən Qacarları qaralamağa çalışdılar. O qədər bunlar qeyri-insani, qeyri-əxlaqi, əlbəttə o əxlaq gözləri deyirlər, ondan görsətdilər ki, biz də buna inandıq. Məsələn, bizim böyük, əziz və hürmətli yazarımız Cənab-ı Əli Muradi Məraqi mühəqqqiqdir, çox güclü və bu bir cümlə Qacarlara görə yazmaz ki, orada məsələn Qacarlara bir mənfi söz deməz. Niyə? Çünki bu kitabları ki oxuyubdur, bu kitablarda hər bir türk adama bir mənfi, bir yox, yüzlər mənfi kəlməni qoyublar və təkrar eləyiblər. Və biz bunu oxuduqca, bu bizim mələki zehnimiz olub ki, Nasiruddin Şah filan, Məhəmməd Əli Şah filan. Yəni biz hər şaha bir indi dostlar diqqət buyurun. Məsələn mən bunu son zamanlarda bir yerdə oxudum. Mütəəssifanə əksini də salmışam, amma bil indi tapmağı da çətin olar. Oxudum. Nasiruddin Şah gedir şikara məsələn. Diqqət buyurun o bu İranlıların təfsirinə diqqət buyurun.
Gedir və görür ki, çöldə məsələn şikar eləyəndə bir dənə xanım görür. Bir dənə xanım görür ki, qiyafəsi gözəl deyil. Əslən gözəl deyil xanım. Amma hər nədən dolayı necür olur ki, bunu da diqqət buyurun, demokratikçiliğə baxın. Şah gedir bu xanım qızına həmdəm olur. Yoldaş olur. Danışırlar. Yəni məsələn deyirəm. Qız fikirləyin ki, zəmidə məsələn zəmi biçir. Məsələn deyirəm. Ya dərizi çatıb belinə götürüb yol gəlir. Ya 5-6 quzu otarır. Ya da gedib bağda çöldən, bulaqdan su gətirir. Şah bunu görür. Diqqət buyurun görün nağıl nə gözəl farslar, bu nağıl farslar yazıblar. Amma biz bunu görün nə cür fərqli baxa bilirik. Şah bir diktatör kimi buna yaxınlaşmır, sərbazın göndərmir, vəzirin göndərmir, gedin tutun onu gətirin bura, onu tutaq, kəsaq, asaq, bisaq, ondan eşq eləyək. Bu cür bir şeylər demir. Özü bu xanıma yanaşır, bundan səlam əleyk eləyir, onu qorxmasın deyə, ondan bir cür rahat danışır, ona əmniyyət verir ki, mənim sənə azarı, əziyyətim yetişməyəcəkdir. Bəlkə köməklik eləyir, nə bilim bunun yükü olsa yükünə köməklik eləyir, hər nə. Və bundan söz soruşur ki, məsələn 4-5 dənə farslar yazdığı üçün 4-5 dənə bundan sual soruşur. Görür ki, qız çox ağıllıdır. Farslar buradan bu izəsini değiştirirlər. Deyirlər ki, bunu aldı, gətirdi və bunu özünə arvad elədi. Heç dəlil də yoxdur buna. Yəni, bu iddiaya heç bir dəlil yoxdur ki, şah bu şahın xanımısı oldu. Sadəcə o xanımı oradan aldı, gətirdi dərbara və bunun xanımısı oldu. Dəlil yoxdur ayrısı. Bu xanım doğmayıbdır. Bu xanım bir yerdə deməyib, şah mənim məsələn ərimdir, mən ondan sevişirəm. Dostlar, sevmək və sevişmək var. Sevmək, mən məsələn bir kəsi sevirəm. Sevişmək bir addım yuxarıdır. İki tərəf bir-birini sevir və sevəndən sonra bir dənə rabitəyə girir, ər-arvadlıq rabitəsi. Farsda buna məna, bunun bu mərhələyə məna yoxdur. Seksi deyirlər sadəcə. Amma bizdə iki dənə bir ruhi vəziyyətdir, bir cismi vəziyyət. Qatışana birində olur sevişmək. Türkdə. Farsda bu yoxdur. Bilmirəm, ərəbdə var ya yox, mən bunu bilmirəm. İndi hər halda bu xanımı gətirir və biz görürük ki, bu xanım sonra tarixə baxanda görürük, bu xanım ki, ehtimalən Zəncan ətrafından bir xanımdır, çox heykəllidir. Zahirən gərək bu cür dediklərindən yoğun bir xanım ola, biraz qərə ola, qaş gözü yekə ola, əl-ayağı yekədir, hər halda bir yekə xanımdır. Cəlib budur ki, tamami dünyanın səfirləri, hər kəs gəlsə dərbara, xanımı ilə gələcəkdir, qayrən xanımı ilə gələcək. Xanımının yanına o qız çıxar. Yəni, şah o şahı təhvil alar, ya o səfiri təhvil alar. Qacar dövründə Nasiruddin Şahda. O xanım qızda o şeyi təhvil alar. O səfirin, o şahın xanımın təhvil alar. Yəni müzakirə ki, şahların, şeylərin xanımları ilə olur, o xanımın vasitəsi ilə olar. Çox cəlibdir. Və sonra da dərbarda deyirlər ki, farslar, dərbarda bir ləhzə üzr istəyirəm, mən görüm iş yerindən elə